testin izahına baxaq. Bir də a person shows others, başqalarına the place of interest on a journey, səyahətdə maraqlı yeri göstərir. Qayıt bələdçi. Mostdan sonra people cəm isim gəlibdir, əksər mənasını verir, article istəməyəcəkdir. İkinci tərəfdə favorite mostdan sonra sifət gəlibdir, sifətin üstünlüyüdür. Not only but olsa yox. Elə bildim bağlayıcı not only the boss anddir. Baxıraq. The guest qonaqlar bəyəndilər boss the city, şəhəri, şəhərin özünü. Şəhər təkdədir, itself olacaqdır. Və onun insanlarını. Burada çoxunuz, yəni 90% people-a baxır, their götürür. Burada haranın insanlarından söhbət gedir, city, şəhərin insanları. Şəhər də tək olduğuna görə its olacaqdır, B variantı. 4-də doesn't describe person's appearance, deyir ki, insanın, bir şəxsin xarici görünüşünü təsvir etmir, D variantı, lazy. Digərləri kök, arıq, gözəl, çirkin, bu xarici görünüşdür. Amma lazy, tənbəl, xarici görünüş deyil. 5-də when gördüm, dostumuz when. When deməli, when-dən sonra were gördüm, keçmiş zaman. Demək ki, bağlayıcı görmüşəmsə tərəf uzlaşmalıdır. Digər tərəfdə keçmiş olmalıdır, D variantı. 6-da passiv. Deməli, burada da neynərik uşaqlar? Did köməkçiyə baxırıq. Keçmiş zamandır. Demək ki, mənə keçmiş zamanlı məchul növü lazımdır. Was və participle to lazımdır. A variantında was və yoxdur. E variantında was və yoxdur. Pis çəkdim. Yenə deyirəm did, was və lazımdır. Aha. Sonra baxıram yenə mübtədam dey. Deyirəm ki, məlumun mübtədası məchulla eyni ola bilməz. Qaldı cavabım D variantı. Əslində çox qəşəngdir. Bu testlər siz nədənsə topluda bu hissəyə çatanda bəyənmirsiniz testləri, pəsivin bu hissəsini. Amma çox maraqlıdır. Aha. Bağlayıcı either or olmalıydı, neither nor olmalıydı, no or olmalıydı, both and olmalıydı. C variantı. Bir də yadınıza salım. Not only but olsa burada yeganə bağlayıcıdır ki, not var. Amma təsdiq bildirir. Not only but olsa təsdiq bildirir. Sonra 8-də deməli helps me, mənə kömək edir. Baxaq digər variantlara. Mənə kömək edir. Mənim dərslərimdə in my studies olacaqdır. A variantı. Gəldik 9-a. Yenə by gəlib, söz önü üstə gəlayınca D variantı. 10-cu test çox maraqlıdır. Həmişə sizə deyirəm ki, çaşdırmasın sizi. Nöqtədən sonra isim gəlibdir, həm də axırda söz önü gəlibdirsə, artıq mən söz önünə baxmayacağım. İsim önəmlidir mənim üçün. Özündən sonra isim gələndə which olacaqdır. Which, what, whose. 11-də guest qonaq, person invited to your house, evinə dəvət edilmiş şəxs. 1-ə olacaqdır A. 2-də coward qorxaq, not brave B. Qayıtda bələdçi, shows other people the way to a place, bir yerə göstərir A, B, C. D variantı. 12-də dən müqayisə dərəcəsi, more lazımdır. Morla erdə bir yerdə gəlməz, B variantı, bu çox rahatdır. 13-də compound, M-dan yadda saxlayıram, mürəkkəb isimlər, yəni 2 söz olmalıdır. Two-spaced, statesman, spaceship. Representative düzəltmədir, application düzəltmədir. 1, 4, 5. Spaceship-də hardan? Spaceship, steamship, troopship, desert ship, battleship, warship. Bunlar ship sözü burada gəmi mənasında olduğuna görə mürəkkəbdir.